Yeni bir vlogdan hər kəsi salamlayıram. Dəyərli gözəl izləyicilərim, gözəl abunəçilərim, necəsiniz? Ümid edirəm ki, hər biriniz yaxşısınız. Deməli, bugün Temu sifarişim var idi. Bugün Temudan kiçik bir sifarişim var idi. Ona görə video başlatdım və istədiyim bu sifarişi sizinlə də bölüşüm. Nələr sifariş vermişəm, sizə də göstərim. Belə, yeni kanalımdır bu arada, bilirsiniz, yəni bilməyənlərə, yeni baxanlara bildirmək istəyirəm ki, bundan öncə də kanalım var idi və təəssüflər olsun ki, kanalın parolunu itirdiyim üçün kanalıma daxil ola bilmirəm, bunu yeni açmışam. Hər kəsdən dəstək gözləyirəm, ümid edirəm ki, kanala abunə olub, dəstək olarsınız, videoları bəyənərsiniz. Belə, indi keçək, sifarişləri açaq, mənim özümə də maraqlıdır ki, necə gəlib. Belə xanımlar, keçək, indi açaq. Deməli, belə bir paltar sifariş vermişdim. Maraqlı necə gəlir. Bu arada materialı sərin bir materialdır. Necə sizə deyim, yumuşaq material deyil, amma sərindir də. Yəni, yayda o sərin saxlayan materiallar var, bax o materiallardandır. Belə. Bu arada mənim deyil, başqa biri üçün sifariş vermişəm. Bu uşaq üçündür, 12 yaşlı uşaq üçün bir dəstdir. Belə şalvarın uzunluğu falan belə. Amma material çox qəşəngdir. Belə sərin materialdır da, superdir. İçəri köynələri göstərim. Bu da onun üzərinin kropu. Belə. Belə bir krop. Bu da qəşəngdir, material qəşəngdir. Belə bir krop materialda krop istəyərəm özüm üçün köynəyin altından geyməyə. Amma ki, təəssüflər olsun ki, tək satılan kroplar, yəni belə olmur da. Bilirsiniz, daha öncəki videolardan özümə krop sifariş vermişdim, amma heç bəyənmədim. Amma bu material çox qəşəngdir. İndi keçək növbəti sifarişə. Belə bir kabradır. Bu da şəxs kabradır deyə göstərmirəm. Arxasında şəkli vurulur və mənə aid deyil. Bunu da göstərmirəm. Belə bir aksesuarımız var. Saç aksesuarı. Çox şirin. Belə. Şirin bir saç aksesuarıdır. Qız uşaqları üçün. Yenə də mənə aid deyil. Bu sifarişdə cəmi bir məhsul mənə aiddir. Digərləri qohum, qonşu, yəni fərqli insanlara aiddir. Belə 2 ədəd saç aksesuarıdır xanımlar. Bilmirəm təxmini qiyməti nə qədər idi, yadımda deyil. Amma çox qəşəngdilər. Amma ucuz bir şeydir də, 1-2 manat arasıydı, onu bilirəm. Daha sonra belə bir qolbaq. Bu arada bunların icazəsini almışam, yəni açmaq icazəsini almışam, ona görə rahatlıqla açıram. Hər biri yaxın bir insanlara aiddir, ona görə də rahatlıqla açıb sizinlə bölüşürəm. Belə bir uşaq üçün, amma bu çox qəşəngdir, həqiqətən də. Uşaq üçün belə göz muncağı qolbağı göstərim sizə. Daha yaxından, çox qəşəngdir. Həqiqətən uşaq üçün çox qəşəng bir göz muncağı qolbağıdır. Bu da xanımlar 1-2 manat arasıydı da. Daha sonra bu uşaq üçün oyuncaqdır. Bax, görək necə gəlir. Bu da bir, necə deyirlər, Spider-Man oyuncağı. Bu onun belə bir əhcəyi. Bu səhv eləmirəmsə ələ taxılan bir şeydir. İndi necəcə quraşdırılır. Bu da onun oxları, atmaq üçün oxları. Səhv eləmirəmsə bura keçir, buradan da atırsınız. Belə. Növbəti belə bir göz qələmi. Göz karambaşı. Baxaq necədir. Yaxşıdır, pis deyil. Belə. O qədər yağlı deyil, onu deyim də, yağlı bir şey deyil. Amma yenə də normaldır, yaxşıdır. Bu da 1 manat falan idi. Daha sonra növbəti saç aksesuarı, yenə qız uşağı üçün. Saça görək necədir. Ay, bunun şirinliyinə. Bu da belə bir saç rezinləridir. Baxın, çox şirindir. Yəni qız uşağınız varsa sifariş verə bilərsiniz mütləq. Gilasa oxşuyur. Bu da elə dediyim kimi 2 manat falan idi, səhv eləmirəmsə. Belə. Bu mənim ətirim, ətirlərim. Bunu sonda göstərəcəm xanımlar. Mənə aiddir. Bir dənə bu məhsul mənə aiddir. Bunu sonda göstərəcəm. Daha sonra burada növbəti bir göz karandaşı. Aça bilsəm. Bu da belə bir növbəti göz karandaşı. Bu fərqlidir bunun ucu. Bu da belə, bu yağlıdır amma.
Belə ucluqları çox sevirəm. Belə ucluqlar həmişə yaxşı olur. Bu yağlıdır. Bu da elə göz qələmidir. Sürmə kimi gedir də. Burada vurduğum sifarişlərin demək olar ki, çox hissəsi 1-2 manat arasıdır. Daha sonra belə bir qolbaq. Baxaq necə. Bu da bildiyimiz bir zamanların məşhur Pandora qolbağı. Belə, bu da qəşəngdir, qəşəng gəlib yəni. Çox qəşəngdir. Belə. Səhv eləmirəmsə bu 2 manat keçmişdi, yəni 2-3 manat arasıydı. Burada belə bir, necə deyirlər, dırnaq təmizləmə aparatının alətləri var. Baxın, sizə göstərim bir. Öz anlayışımda yoxdur. Sadəcə göstərim, təxmini deyəcəm. Dırnaqdan anlayışı olan xanımlar anlayacaq. Baxın, belə ucluqlar var. 6 ədəd ucluğu var. Belə. Və belə. Bunlar da 2 manat idi. 2 ya 3 manat idi belə. Məhsullar bitdi. Gəldik sonuncu məhsulumuza, mənim ətrimə. İndi açaq görək bu necə gəlib, necə deyib. Bunu açmaq desə çətinlik olacaq. Xanımlar, videomu durdurub bunu açım. Gəlin sizə göstərim, davam edeyim. Hə, deməli bunu açdım. Gəldim. Deməli bu ətirlər bərk ətirlərdir, belə deyim də. Və maraqlıydı. Əslində qoxuları, yəni gül qoxularıdır da. Yəni verilmişdi hansı güllərə aid qoxulardır. Sadəcə yəni də biraz narahatam ki, bəs çox pis olar da qoxusu. Açmaq qeyri-mümkündür. Ancaq bunu yırtacam. Xanımlar, baxın, belə 4 ədəd sabuna oxşar ətirdir. Bildiyiniz sabundur, qaş tellərinə də oxşuyur. Baxın, 4 ədəd. Demək, birinci, bu nə gülüdür bilmirəm heç. Baxın, belə bir güllüdür. Baxaq. Ayda qoxusu çox qəşəngdir. Bilirsiniz nəyə oxşur xanımlar? Baxın, bildiyiniz vazelindir də. Tam bir vazelindir. Amma qoxusu çox qəşəngdir xanımlar. İnşallah, yəni bədəndə də ətir kimi qalar, yəni ətir effekti verər, amma qəşəngdir qoxusu. Sanki bu bədən losyonu kimidir də. Yəni çəkirsiniz, sanki bədən losyonu çəkirsiniz, bədən spreyi də belə deyək. Bunun qoxusuna bayıldım. Qəşəngdir. Krem kimi, krem ətir. Keçək bu ətirə baxaq. Bu da ki, inanırsınız, bunların üstündə lili yazılıb. Lili gülü. Bu da içi belədir. Bilirsiniz necədir xanımlar, bunların qoxusu bir-birinə çox oxşuyur. Digərindən bunun qoxusu eynidir də demək olar ki. Amma əslində fərqli güllərdir. Növbəti 3-cü ətirin qoxusu isə roza yazılıb. Ağ roza. Ağ qızıl gül. Əslində qızıl gül heç sevmirəm qoxusunu falan. Niyə xanımlar, qəribədir. Bundan qızıl gül qoxusu gəlmir axı. Yox, gəlir. Üzrsən, gəlir. İndi gəldi. Amma bilirsiniz necədir? Təkcə qızıl gül qoxusu gəlmir də. Başqa bir gülündə qatışı var sanki. Qəşəng gəlir. Qoxular çox qəşəngdir. Belə insan valeh edən bir qoxudur. Və sonuncu ətrimiz lavanda. Lavanda ətridir görək. Belə lavanda gülünə aid ətirdir. Baxaq necədir. Bunu da içi yeni bildiyimiz kimi. Hələ də qoxunu anlaya bilməyəm mən. Bunun qoxusu gəlmir ya xanımlar. Nə qədər bir şeydir. Digərlərinin qoxusu kəskin gəlir də, bunun qoxusu demək olar ki, gəlmir. Qoxusuzdur bu. Amma belə normal olaraq hər birini bəyəndim. Yəni çox qəşəngdir. Yəni əgər istəyirsinizsə bədəninizdən gün boyu ətir qoxusu gəlsin, daha çox çiçək qoxusu sevən xanımlar sifariş verə bilər doğrudan da. Həm də ki, qiyməti 4 manat neçə qəpik idi. Biri 1 manata düşürdü. Çox qəşəngdir, sərfəli bir şeydir. Belə sifarişlərim bu qədər idi xanımlar. Ümid edirəm ki, bəyəndiniz, fikir oldu sizin üçün də. Kanala abunə olub, videoları bəyənməyi, like etməyi unutmayın, komment yazmayı unutmayın. Gözəl dəyərli xanımlar. Dəstək olmağı unutmayaq. Növbəti videolarda inşallah görüşənə qədər sağ olun.